Xoş gördük Yaz Xəbər Medianın əziz tamaşaçıları. 5 gün bundan əvvəl başlanan İranda küçə etirazları davam edir. Lakin qeyri-fars bölgələr prosesə qoşulmur. Mərkəzçi farsçı sistemə etimadsızlıq dərinləşir. İranda son günlərdə müxtəlif şəhərlərdə baş verən küçə etirazları əsasən iqtisadi böhran, milli valyutanın dəyərdən düşməsi və ağır yaşayış şəraiti ilə əlaqələndirilsə də ölkənin bütün bölgələrini eyni şəkildə əhatə etmir. Xəbər Mediazın birbaşa İran daxilindən aldığı məlumatlara görə etirazlar əsasən mərkəzi və fars əhalisinin çoxluq təşkil etdiyi şəhərlərlə məhdudlaşır. Etirazçılar əsasən diktatoraya ölüm, Xameneiyə ölüm, repressiv qüvvələrə xitab olaraq şərəfsiz, axund gərək məhv ola, molla rejiminin sonu çatıb, İranı dini irticadan qurtaracaq və s. şüarlar səsləndirirlər. Etirazlar başlanan gündən etibarən bir sepah və 2 etirazçının öldürüldüyü xəbəri təsbit edilib. Əvvəlki dövrlərlə müqayisədə repressiv qüvvələr etirazçılarla mümkün qədər yumşaq davranmağa səy etsələr də, bəzi hallarda xalqın üzərində birbaşa atəş açdığı və su şırnaqlarından istifadə halları da müşahidə olunur. Tehran, Kərəc və xüsusilə Loristan əyalətlərində polis bölmələrini və idarəetmə mərkəzləri, həmçinin Hozey Elmiyə deyilən dini tələbələrin tədris mərkəzləri yandırmağa daha meyilli olduqları görünür. Bu durum rəsmi və qeyri-rəsmi dairələrdə yanlış şəkildə passivlik kimi təqdim edilsə də, əslində dərin tarixi və siyasi səbəblərə söykənən şuurlu mövqeyin ifadəsidir. Siyasi müşahidəçilərin fikrincə türklər, ərəblər və bəluçların mövcud etiraz dalğasına qoşulmamasının əsas səbəbi bu prosesin mərkəzçi, farsçı və İran şəhərçi idarəetmə modelini yenidən istehsal etmək riski daşımasıdır. Qeyri-fars millətlər hesab edirlər ki, sistem daxilində və ya sistemdən kənar şəkildə təklif edilən alternativlər heç biri bu millətlərin milli, dil, siyasi və iqtisadi hüquqlarının bərpasını açıq və təminatlı şəkildə gündəmə gətirmirlər. Xüsusilə Güney Azərbaycan türkləri üçün 1945-46-cı illərdə Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə qurulmuş Azərbaycan Milli Hökumətinin zorla dağıdılması və minlərlə Azərbaycanlının qətlə yetirilməsi mərkəzi fars hakimiyyətlərinə, özəlliklə Pəhləvi monarxiyasına qarşı dərin etimadsızlığın tarixi əsasını təşkil edir. Onlar düşünürlər ki, Şahullahədən Şeyxullahəyə və yenidən Şeyxullahədən Şahullahə bir sistemə dönmək əbəsdir. Eyni şəkildə Əhvaz ərəbləri və Bəluçistan əhalisi də 10 illiklərdir davam edən iqtisadi talan, təhlükəsizlik təzyiqləri və sistemli ayrı-seçkilik səbəblə mərkəzçi rejiminin hər hansı yeni versiyasına ehtiyatla yanaşır. Bu baxımdan qeyri-fars xalqların mövcud etiraz prosesindən kənarda qalması rejimə dəstək anlamına gəlmir. Əksinə, bu mövqe fars mərkəzli hakimiyyət modelinin istər dini, istərsə də dünyəvi formalarının dəyişdirilməsinə qarşı açıq etirazdır. Sözügedən millətlər üçün əsas məsələ təkcə rejimin dəyişməsi deyil, idarəetmə fəlsəfəsinin dəyişməsi, yəni qeyri-mərkəzçi, çoxmillətli və ilkin insan hüquqlarına əsaslanan bir siyasi quruluşun təmin edilməsidir. Analitiklər hesab edirlər ki, bu reallıq nəzərə alınmadan formalaşdırılan hər hansı ümumi-İranlı etiraz hərəkatı geniş sosial bazaya çevrilə bilməyəcək və ölkədəki əsas siyasi ziddiyyəti, yəni mərkəzçi fars hakimiyyəti ilə qeyri-fars millətlər arasındakı ziddiyyəti örtbasdır etməkdən o yana keçməyəcək. Yeni xəbərlərinizə sağlıqla qalın.